Salam, hörmətli baxanlar. Deməli, bura Nizami rayonu Nazlı Sarayın böyrü. Araz marketin qabağında böyük bir ağac belə bu formada sınıb düşüb bax maşınların üstünə. Bax burada bu belə bir maşın əzilib. Bax belə bir maşın əzilib. Bu ağac buradan sınıb. Bu ağac da sınmaq üzrədir. Bax bu ağac da sınmaq üzrədir. Bax bu ağacların kəsilməsi üçün mən deməli öz çəkilişimdə müraciət elədim Nizami rayon yaşıllaşdırma idarəsinə, Nizami rayon bələdiyyəsinə xəbərdarlıq elədim ki, bu ağaclar sınmaq üzrədir. Nəysə, yaxşı ki, insanların başına düşməyib. Əgər kiminsə başına düşsəydi, lap belə fəlakətli olardı. Niyə görə bunlar məsuliyyətsiz yanaşırlar öz işlərinə? Ağac quruyub, kəsmək lazımdır, kəsmirlər. Yəni, bax belə. Baxın, deməli, əzilən maşına baxırız. Bu bir maşına baxırız. Bax, bu maşın belə əzilib. Yəni, bu maşın böyle əzilirdi. Yığışdırıram hə. Bax, baxın. Bax belə, hörmətli baxanlar. Ondan sonra sığorta zaten var. Nazlı Sarayın böyrü, Araz marketin qabağı.